Vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz, xoş gördük sizləri. Məşdağa, Yüzəşət nömrəli məktəbə yaxın ərazidə 12 sot 1, 12 sotda 1, 24 sot torpaq sahəmiz çıxıb. Belə deyək də, tam 12 sotun hərəsinin ayrı-ayrılıqda çıxarışı var. Yəni kim istəsə tam şəkildə ala bilər. 12 sot qeyd etdiyimiz kimi hərənin ayrı-ayrı çıxarışı var. Və ya kim istəsə tək də ala bilər. Bir göz izləyicilərimizin əksəriyyəti gəlirlər ki, məsəl üçün iki dost bir yerdə almaq istəyirik, ayrı-ayrı olsun. Yəni o variantla da əladır, yəni tək alsanız da əladır. Və onu da nəzərinizə çatdırım ki, əlavə həyətdə su quyusu var, kanallar tam qapının ağzındadır. Belə deyək, torpaq sahəsi də 4 künc, yəni kvadrat şəkildədir. Yəni bu qiymətdə də torpaq yoxdur, sotu 5000-dəndir. Yəqin ki, reallıq olsa, endirim olan ev yerisindən danışmaq lazımdır. Keçək birinci torpaq sahəsini sizə göstərək 12 sotu. Sonra ikinci 12 sot torpaq sahəsini sizə göstərəcəm. Gəl qabağıza. Bir dənə sağ tərəfini göstərək sizlərə. Bax, fikir verin. Demək olar ki, 3 bir tərəfdən gördüyünüz kimi 3 bir tərəfdən hasarı var və həyətdə də meynəlikdir və ağaclar da var. Ondan əlavə indi belə deyək, gəl qabağa zəhmət olmasa və qeyd etdiyim kimi torpaq tam kvadrat şəkildə düşür. Və ikinci hissəni də göstərək sizə. Bax, ikinci 12 sot da bax, buradır. Fikir verin, ikinci 12 sot da buradır. Yəni qeyd etdiyim kimi kim alsa, yəni izləyicilərimizin əksəriyyəti deyirlər ki, iki dost bir yerdə alaq, əla düşür. Nəyə görə? Yanbayan olurlar. İndi giriş hissəsi də çox bir endir. Hardasa giriş hissəsi ən azından bəlkə bir 10 metr olar. Yəni 2 maşınlıq hardasa yeri olar giriş hissəsi. Və bu ikinci torpaq sahəmizdir. Bu da eyni qiymətlə 5000-dir və bunun da çıxarışı ayrıdır. Hər torpaq sahəsinin çıxarışı ayrıdır. Bax, buranı təqdim edək sizlərə. Gəl zəhmət olmasa qabağa. Bu hissəni də göstər zəhmət olmasa. Və fikir verin, tam kvadrat bir şəkildə düşür. Görürsünüz, sadəcə olaraq sol hissəsindən hasar çəkiləcək. 4 gün bir şəkildədir və evi çıxanda elə bax, arxa tərəfə tikmək lazımdır. Həm geniş xanadır, həm də ki, o tərəf sırf yaşıllıq qalır da. Fikir verin. Bu 13 sotun çıxarışı var, bu elə belə deyil, sotu 5000 tam şəkildə saxlayır. Və İkinci 12 sotu da göstərdik sizlərə. İkinci 12 sot da buradadır. Ancaq belə deyək də paniklar sökülüb çıxardılacaq. Və qeyd etdiyimiz kimi dəyərli izləyicilərimiz, Məşdağa, Yüzəşət nömrəli məktəbə yaxın ərazidədir və qapısına qədər demək olar ki, asfaltdır. Və sotu 5000-dən hər iki torpaq sahəsi 12 sotdur, çıxarışı var. Qiymət qeyd etdiyimiz 5000-dən və səhifəmizi izlədiyi üçün Məşdağımdakı əməkdaşlar və rəhbərlər arasında təşəkkürümüzü bildiririk.